Elçin müəllim, salam, necəsiz? Xoş görürük sizi. Sizi missiya verilişində görmək çox xoşdur bizə. Mənə də üçün də çox xoşdur sizlə bu verilişdə görüşmək. Bugün sizinlə Olimpiya Hərəkatının uğurlarından, o maraqlı, yadda qalan xatirələrdən danışacağıq. Azərbaycan Olimpiya Hərəkatının şanlı səhifələrini vərəqləsək görərik ki, sizin də bu şərəfli missiyada daşıyıcı olduğunuz rol heç də az deyil və maraqlıdır ki, bu yükü daşımaq nə deməkdir? Bu yükü daşımaq həm çox şərəflidir, həm çox məsuliyyətlidir. Bu yükü daşımaq hər bir idmançıya, idman məşqçisinə, mütəxəssisinə, idman sahəsində çalışanlara nəsib olmur. Bu çox tək-tük adamlara nəsib olur və onlar kimlər ki, ölkəmizin olimpiya hərəkatında, uğurlarında əməyi, xidməti var, o insanlar həmişə yüksək qiymətləndirilib dövlət başçımız tərəfindən və Azərbaycanda bilirsiniz ki, olimpiya hərəkatı ilk dəfə Azərbaycan müstəqil olaraq olimpiya oyunlarında 96-cı ildə Atlantada keçirilən olimpiya oyunlarında iştirak edib. Ona qədər Müstəqil Dövlətlər Birliyinin tərkibində Barselona olimpiya oyunlarında 1992-ci ildə Nazim Hüseynov və Valeri Belinki hərəsi olimpiya çempionu kimi ölkəmizə gəldilər. Ancaq onda bilirsiniz ki, biz Müstəqil Dövlətlər Birliyinin tərkibində idik. Ancaq 96-cı ildən Azərbaycan müstəqil olimpiya hərəkatında iştirak etdi. İlk dəfə olimpiya oyunlarında gümüş medalı bilirsiniz ki, yenə güləşçimiz Namiq Abdullayev əldə etdi. Ölkəmizdə olimpiya oyunlarının, olimpiya hərəkatının belə deyək də, lap yüksəlişini isə cənab prezidentimizin 97-ci ildə Milli Olimpiya Komitəsinin prezidentinin seçilməsi ilə oldu. Ondan sonra ölkəmizdə olimpiya hərəkatı geniş yayıldı. İdman bazaları regionlarda, rayonlarda, stadionların tikintisi başladı və bilirsiniz ki, bugün bu idmançılarımız bütün idman növləri üzrə çox yüksək nəticələr göstərirlər. Sizin güləşə başçılıq etdiyiniz dövr əsrin əvvəllərinə, yəni Olimpiya oyunlarının ilk qələbələrinin yaşandığı dövrə təsadüf etdi. O illəri necə xatırlayır Elçin müəllim? O illər həm çox çətin idi, həm çox ağır idi. Yəni bilirsiniz ki, təzə-təzə müstəqillik qazanmış ölkənin idman bazaları, qurğuları çox ağır, çətin, bərbad vəziyyətdə idi və o idman qurğuları, bazaları bərpa olunurlar, yenilənə biz bu işləri gördük. Təbii ki, o vaxtki Gənclər İdman Nazirliyinin rəhbəri, Milli Olimpiya Komitəsi, dövlət tərəfindən bizə hər tərəfli dəstək olurdu və biz o dəstəyi çox yaxından hiss edirdik. Mən bu yığma komandaya hardasa 12 ilə qədər rəhbərlik elədim və o müddətdə demək olar ki, mən bir neçə dəfə də demişəm, idmançı kimi əldə edə bilmədiyim, idmançı kimi arzuladığım nəticələri yəni qazana bilmədim idmançı kimi, amma mən onların hamısını məşqçi kimi qazandım. Həm Avropa çempionluqları, həm dünya çempionluqları, həm olimpiya çempionu, olimpiya oyunlarının 3 gümüş mükafatçısı, bürünc mükafatçıları, yəni çox mən deyərdim ki, elə o dövr üçündə, bu dövr üçün çox yüksək nəticələrdir bu və mən böyle fürsətdən istifadə olaq mənə dəstək olanlara, xüsusilə Milli Olimpiya Komitəsinin prezidentinə, ölkə prezidenti cənab İlham Əliyev öz minnətdarlığımı bildirirəm. Bugün də onun dəstəyi nəticəsində bütün idmançılar kimi güləşçilərimiz də çox yüksək uğurlar əldə edirlər və mən inanıram ki, bu uğurlar davamlı olacaq. Yəqin ki, Olimpiya oyunlarının ən yadda qalanı Afina 2004-dür. Fərid Mansurovun qalib olduğu həmin oyunları xatırlasaq, hansı hissləri keçirirsiniz o illərə qayıtsaq? Bilirsiniz, mən kim ki o işlərdə olub, o işin içində olub və bir daha o işin içində olmaq istəyir, həmin mən o hissləri o insanlara arzulayıram, onu yaşasınlar, həm də arzulamıram. Çox çətin. Bilirsiniz, görüş gedir, 15-20 saniyə qalıb görüşün qurtarmasına inanmırsan ki, vaxt gedir. Məsuliyyət. Çox vaxt getmir.
çox gərgin, çox ağır, çox çətin. Bilirsiniz, olimpiya oyunları bütün idmançıların orada təkcə iştirak etmək, mükafat qazanmaq yox, olimpiya çempionu olmaq doğrudan da tarixi bir hadisədir. 10 saniyə. Qələbə! Qələbə, hörmətli tamaşaçılar. Fərid Mansurov olimpiya çempionudur. Fərid Mansurov olimpiya çempionudur. Bu sözləri demək necə də xoşdur bizlər üçün, hörmətli tamaşaçılar. Necə də sevindirik bu dəqiqələrdə. Fərid Mansurov olimpiya çempionudur. Sevincindən göz yaşlarını saxlaya bilmir idmançımız. Çox möhtəşəm bir qələbə. Layiqli qələbəsini qazandı Fərid Mansurov, hörmətli tamaşaçılar. Təbrik edirik, hər birimizi təbrik edirik. Fikir verin, necə azarkeşlərimiz necə də sevinir. Şükürlər olsun Tanrıya ki, bizlərə bu sevinç anları bəxş etdi. Bu dəqiqələrdə bütün Azərbaycan sevinç içindədir. Bütün Azərbaycan sevinir. Mən bütün dünyada çox məşhur idmançılar var ki, 5 dəfə, 6 dəfə, 7 dəfə dünya çempionu olub. Deyir ki, o dünya çempionluqlarımın hamısını bir olimpiya oyunlarının bürünc medalına dəyişərəm. Ya dəyişərdim. Yəni, bu olimpiya oyunlarının qiyməti o qədər yüksəkdir. Başa düşürsünüz. Ona görə o Afina olimpiya oyunları doğrudan çox çətin və ağırlı keçdi də. Ondan sonra Azərbaycanda elə bir güləşə diqqət, güləşə axın daha çoxaldı. Daha çoxaldı və bugün həmən o axının davamçıları ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edirlər. Uğurlardan danışdığımız kimi, təbii ki, şansın qurbanı olduğu oyunların da şahid olmuşuq. Pekin oyunlarını xatırlasaq, biraz da o haqqında. Pekində olimpiya oyunları çox yaxşı təşkil olundu. Hər olimpiya oyunlarında olduğu kimi güləşçilərimiz üçün də orada çox maraqlı nəticələr oldu. Deməli, bilirsiniz ki, bu olimpiya oyunlarında bizim 2 güləşçimiz finala çıxış uğrunda erməni güləşçiləri ilə güləşdi. O erməni güləşçi 2 qat olimpiya çempionudur, 4 qat dünya çempionudur, 6 qat Avropa çempionudur. Bolqaristandan çıxış eləyir. Çıxdı, Vitali Rəhimovla görüşdü, finala çıxmaq uğruna. Vitali Rəhimov buna qalib gəldi. İndi 55 kiloqramda Rövşən Bayramovla Ermənistan güləşçisi Amoyan güləşir. O da final uğrunda. Rövşən də çıxdı, Amoyana qalib gəldi və finala çıxdı. Bu zaman biz gördük ki, yuxarıda zalda bir ajataj əmələ gəlib gördük. Ermənistanın prezidenti qalxdı, bizim prezidentimizi təbrik elədi və o səs-küyün içində zalı tərk elədi, getdi. Yəni, belə maraqlı hadisələr içində Rövşən Bayramov çox güclü bir Azərbaycan güləşçisidir, mən deyərdim. Orada hakimlərin də qərəzi nəticəsində, nə bilim, indi deyirlər səhv eləyib, səhvi nəticəsində gümüş medala layiq oldu. Amma çox yaxşı idman formasında idi, mübariz formada idi, yaxşı güləş göstərirdi. Amma bu idmanda belə hallarda olur da, hakim qərəzliyi var, problemləri var. Ona görə olimpiya oyunları çox məsuliyyətli, ağır yarışdı. Orada, məsəl üçün, bir neçə dəfə o final görüşlərində belə adam həm sağlamlığına təsir edir, həm özünə təsir edir, həm idmançının özünə təsir edir. Ona görə belə hallarda biraz gərək idmançılarla bu barədə ayrı bir, elə bil ki, psixoloq mu deyim, belə bir söhbətlər aparılmalıdır ki, onlar bu yarışlara daha ciddi hazırlaşsınlar. Ruhdan düşməsinlər. Bəli. Onlara o çox böyük zərbə olur da. Bəli. Əməyin qarşılığında, haqsızlıqla qarşılaşanda insan bəzən... Biri var, məğlub olursan, qəbul edirsən ki, bəli, rəqib güclüydü, mən məğlub olmalıydım da, belədir.
Ancaq hakim tərəfindən sənə qərəz tərəfindən yanaşırlarsa, bu belə qəbul olunmur. Belə haqsız hakimlərlə mübarizə aparılırmı? Aparılır. Dünya Güləş Birliyi elə hakimləri bir il deyək ki, beynəlxalq yarışlardan kənarlaşdırır. Onun o Rövşən Bayramova nə aidiyyatı var? Medal əldən getdi, arzular əldən getdi, karyerası belə. Bəli. Ya başqa bir idmançının hakimlər qərəzli qərar qəbul edir. Birinci görüş uduzur, ancaq bu udduqları idmançılar gəlir Olimpiya, dünya çempionu olur. Maraqlı bir məqamı xatırlayaq. Sizdən öncəki qonağımız Hicran Şərifov mövzu əsasında vurğulayır ki, hakim özü ədalətsizliklə qarşılaşsa, ədalətin nə qədər önəmli olduğunun fərqinə varır. Yəni, yəqin ki, insan özü yaşasa daha əmin olar ki, o hiss çox üzücü bir hissdir. Bilirsiniz, bu hakimlik də gərək onu eləyən, ora çıxan hakimliyə fikirləşsin ki, bu kimlərin talihini həll eləyir də. Onları nəzərə alsalar daha yaxşı olar da. Belə məqamlarda qanun çərçivəsində işlər görülür? Qanun çərçivəsində görülür, şikayət olunur, o hakimləri kənarlaşdırırlar hakimlikdən, onların hakimlik kateqoriyalarını aşağı salırlar. Birincidir, olur 2 ya 3. Bir ildən sonra gedir, yenə gəlir həmənki vəziyyətə çıxır, o nə dəyişir? Həmin hakimin sonra aqibəti necə oldu? Heç nə, hakim gəlin bir neçə ildə hakimlik elədi, sonra getdi pensiya. Azərbaycanda güclü güləş məktəbi olub, var və həmişə olacaq və güləş daim irəliləyən bir idman növüdür. Daim inkişaf eləyən, irəliləyən bu növdə, idman növündə pəhləvanlar hansı məqamlarla ayaqlaşmalıdır? Ən önəmli məqam hansıdır? Mənə elə gəlir bugün, ümumiyyətlə keçmişdə də, bugün də, sabah da ilk növbədə ciddi nizam-intizam olmalıdır. Yəni ən çox o tələb olunur? Bəli, nizam-intizam olmalıdır. Bir də nizam-intizam olmalıdır. Əgər bunlar olmasa, bütün bu hazırlıq, bu təlim-məşq prosesi, bu yarışlarda yeniyetmə, gənclər vaxtı əldə olunan o nəticələr, uğurlar hamısı batıb gedəcək. Bilirsiniz, bizdə tez nəticə verirlər, uşaqlar, idmançılar, çox istedadlı uşaqlar olur. Ancaq bir tərəfdən baxımsızlıq tərəfindən onlar hamısı gənc yaşlarından karyeralarını dayandırırlar. Bugün indi adlarını çəkmək istəmirəm, neçəsi sözə baxmadığına görə, deyilənlərlə oturub durmadığına görə ya bu dünyada yoxdular, rəhmətə gediblər, ya onlar bugün cəza müəssisəsində cəza çəkirlər. Yəni bunlara vaxtında deyiləndə sözlərə baxsaydılar, onlar bugün yığma komandanın tərkibində olan idmançılardır. Bütün hallarda onlarla təkcə onu nə bilim, federasiyanın, yığma komandanın məşqçilərinin boynuna atmaq yoxdur. Orada onun evdə valideynləri, şəxsi müəllimləri, klubları, cəmiyyətləri də iş aparmalıdır. Elə hamı deyir ki, yığma komanda da bunlarla məşğul. Bu gəlir 2 saat, 3 saat, ya kim ölkə çempionu olursa, onlar gəlir yığma komandaya. Bu illərlə bəs hansı yerdə məşğul olur axı, yaşayır axı bu. Ecməl, belə insanlar zəif iradənin qurbanı olur? Yox, əhatə dairəsidir də, düşür belə bir özü kimi insanlarla qarşılaşır, oturur, durur, bir-birini belə də. Bilirsiniz, o pis hərəkətlər, pis vərdişlər tez ortaya çıxır da. Ona görə də onlarla biraz çətinləşir də məsələ. Ona görə, yəni, o məsələlərdə biraz bugünkü məşqçilərə məsləhətim odur ki, bu nizam-intizama ciddi fikir versinlər. Yəni, belə eləsələr, onların da gözləntiləri var, onların da əzab-əziyyət çəkirlər, istəmirlər ki, bunlar. Ona görə baxmaq lazımdır. Çox istedadlı uşaqları var idi ki, bax, onlar bugün yoxdur. Biraz da ağır çəkili idmançıların problemləri barədə danışaq. Ağır çəkili idmançılar, mən sizə deyim, uzun zaman Azərbaycanda olmayıb. İndi bir neçə dəfə hələ SSR dönəmində biz legionerlərdən istifadə eləmişik, dəvət eləmişik. Bugün də o tendensiya davam eləyir. Yəni, yuxarı çəkilərdə, nədənsə bizdə yuxarı çəkilərdə
açığı deyim də, davam gətirmirlər də, dözmürlər də. Məsələn, təlim məşq toplantılarında yükləmələrə dözmürlər, hazırlığa cavab vermirlər, tələblərə cavab vermirlər. Ona görə də bizdə ağır çəkidə problemlər həmişə olub, bu gün də var. Amma sadəcə olaraq biz indi ölkə birinciliklərində ağır çəkidə də ölkə çempionları olur, qalibləri, ancaq onlar beynəlxalq yarışlarda heç bir effekt vermir. Demək olar ki, həyatınızı güləşə həsr eləmisiniz. Bəs həyatınızın indiki dönəmi haqqında nə deyə bilərsiniz? Bugün Güləş Federasiyası olaraq deyirəm, idmançılarımızın bütün problemləri həll olunur. Yarışlarda iştirakı, təlim məşq toplantıları, hazırlıqları, vitaminlərlə təminatı, idman forması ilə və yüksək nəticə göstərmiş idmançılarımız dövlət tərəfindən həmişə diqqətdədir, həmişə onlar qiymətləndirilir, mükafatlandırılır, mənzillə, dövlət təltifləri ilə. Bundan artıq idmançıya, güləşçiyə nə lazımdır? Sadəcə olaraq hazırlıqları davam etdirmək lazımdır. Bilirsiniz ki, 2 ildən sonra Amerikanın Los Angeles şəhərində Olimpiya oyunları olacaq. 2028-ci ildə Los Angeles'da keçirilən oyunlara, Olimpiya oyunlarına olan ümidləriniz, gözləntilərinizi eşitmək istəyərdik. Los Angeles Olimpiya oyunlarına düzdür, hələ vaxt var. Orada Olimpiya oyunları ümidi indi bugündən kimi desən bilmək olmaz, 2 ildən sonra hələ ora lisenziyalar əldə eləmək lazımdır, ora düşmək lazımdır hələ. Ancaq belə baxanda birincisi Olimpiya oyunlarının təşkilatçısı kimi Amerika Birləşmiş Ştatlarının güləşçiləri orada bütün rəqiblərə bir nömrəli rəqibdir. Başa düşürsünüz? Amerikada bugün 1 milyona yaxın adam güləşlə məşğul olur. Bizdə nə qədər olur? 5 min, 10 min deyək, belə götürək. Hindistanda 2 milyon adam güləşlə məşğul olur. Rusiyada 750 min, İranda 1 milyon. İndi biz bu ölkələrlə mübarizə aparırıq, aparacağıq və aparmalıyıq. Ona görə də bizim bugün mən indi bir neçə nəfərin adını çəkərəm, Olimpiya ümidləridir. Amma burada bu bilirsiniz ki, 6 çəkidir orada. 6 çəkidir. 6 çəkidən mən bu gün 5 nəfər deyə çəkə bilərəm ki, hə bunlardan gözləyirəm Olimpiya oyunlarına düşənlər. Ancaq kim oradan necə, hansı mükafatla gələcək, onu Olimpiya oyunları göstərəcək. Və çox inanardım ki, inanmaq istəyərdim ki, bu Fərid Mansurovun 2004-cü ildə qazandığı qızıl medal heç olmasa 25-24 ildən sonra bir yenilənsin, təzələnsin. Yəni o nəticəyə Vitali Rəhimovla Rövşən Bayramov yaxın olub, qalan idmançılarımız bürünc mükafatlar əldə ediblər. Ancaq məsələ burasındadır ki, o Olimpiya oyunlarının finalına layiq hazırlıqları keçmək lazımdır. Olimpiya oyunlarının finalına. Hamı bu fəndləri bilir, bütün dünya bilir, hamı bilir. Mən deyərdim ki, bir neçə ay ev şəraitindən kənar qalmalıdırlar. Təlim məşq toplantısı, hazırlıq və onlara diqqət tamam başqa olmalıdır. Hamı konkret bilirdi Olimpiya oyunlarına neçə nəfər düşüb, neçə nəfər gedir, hansı çəkidə və onların barmaqla sayılası idmançılar olacaq. Onlara ayrı cür yanaşmaq lazımdır. Məsələn, orada indi bugün deyirik də 60 kiloqramda Avropa dünya çempionu var, Nihat Məmmədli. Ora düşsə, hazırlığı yüksək səviyyədə olsa, finala qədər gəlməlidir. 67 kiloqram Həsrət Cəfərov, Avropa dünya çempionu, Olimpiya oyunlarının mükafatçısı. Bu çəkinin liderlərindən biridir. Gəldin 77 kiloqram Sənan Süleymanov, Avropa çempionu, dünya finalçısı, Olimpiya oyunlarının iştirakçısıdır Parisdə. Yəni İslam Abbasov var, Murad Əhmədiyev var. Bunlar hamısı Avropa dünya çempionatının qalibi və mükafat. Çempionatın yəni birinciliyin yox. Bunlar artıq
böyüklər arasında nəticə. Bunların hamısı Olimpiya oyunlarının finalında iştirak etməyə layiq olan adam. Amma indi baxır ora necə gedəcəklər, hansı hazırlıqla gedəcəklər. Bu maraqlıdır və gözləntilər təbii ki, onlardan da onlara diqqətli və təlim məşq toplantılarında problemsiz hazırlıqları davam etdirmək lazımdır. Regionlarda necə güləşə olar? Regionlarda bugün güləş çox inkişaf eləyir. Mən xüsusilə inkişaf etmiş regionlardan deyərdim, Balakəni deyərdim, Göranboyu, Gəncəni, Masallını. Yəni, çox inkişaf edib bu regionda bu yerlər və hesab və federasiyamız bugün Göyçayda, Kürdəmirdə idman zallarının, güləş zallarının, güləş evlərinin açılması, təmin olması, inventarla, güləş zalının döşəkləri ilə və hamısı bunlar öz həllini tapır və təbii ki, bizim Güləş Federasiyasının məqsədi, fikri odur ki, ölkəmizin bütün yerində güləş və güləş zalları inkişaf eləsin. Elçin müəllim, güləşdən başqa hansı idman növlərinə marağınız var? Güləşdən başqa mən futbolu çox sevirəm. Xəbərimiz var. Hə? Xəbərimiz var. Bəli, xüsusilə bugün ölkəmizdəki Ağdamın Qarabağ klubu ilə çox yaxından maraqlanıram və orada komandanın baş məşqçisi Qurban Qurbanov həm dostumuzdur, həm çox illərlə tanıdığımız, həm də dostluqdan başqa, münasibətdən başqa çox güclü bir mütəxəssisdir bugün. Mən deyərdim, Avropa dünya səviyyəsində qəbul olunan yüksək məşqçilərdən biridir. Və komandanın da uğurları təbii ki, göz qabağındadır. Mən bugün o komandaya uğurlar diləyirəm, qələbələr arzu eləyirəm və inanıram ki, təbii ki, futbol dünyada və Azərbaycanda bir nömrəli idman növüdür. Bir nömrəli idman növü olaraq da qalırlar. Ancaq doğrudan da futbol başqa həyatdır da. Həm ölkəmiz üçün, həm gənclər üçün, həm yeniyetmələr üçün. Sevimli idman növlərindən biridir doğrudan. Gənclər demişkən, gələcəkdə idmanla məşğul olmaq istəyən gənclərə mesajınız nə olardı? Əgər o gənclər məni dinləsə, eşitsə, baxsalar, mən onların hamısını güləş zallarına dəvət edirəm. Gəlin, güləşlə məşğul olun, bir də güləşə gəlin və ölkəmizi dünyada tanıdın. Elçin müəllim, təşəkkür edirik sizə. Sağ olun, mən də sizə minnətdarlığımı bildirirəm. Sizin kollektivə, sizin çəkiliş qrupuna, sizin rəhbərliyə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, siz varsınız. İdman ictimaiyyətinin, idman həyatını, canını qoymuş insanları yaddan çıxartmırsınız, işıqlandırırsınız. Yəni, belə deyək də, yəni, qoymursunuz onlar unudurlar və bugün də gündəmdə saxlayırsınız. Ona görə sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Uğurlar. Sağ olun, var olun.